söz var, deyir, çox yatana ay, tez yatana toyuq, ondan sonra qorxağa dovşan, ürəkliyə canavar, həşəmətliyə aslan, çox bilmişə tülkü deyirlər, çaşana çaqqal deyirlər. Axır bir ad qoyub deyirlər, bu dünyada ən çətin şey insan olmaqdır. Hər xüsusiyyətə bir heyvan adı tapıb qoyurlar. Amma ən çətin iş insan olmaqdır. Çünki İmam Sadıq əleyhissalamdan soruşurlar ki, siz bütün insanlara şəfaət verə biləcəksiniz? İmam deyir, bəli, verəcəyik. Görür ki, təəccüb eləyir. Onun təəccübünü asanlaşdırır, deyir, ki, sən oraya insan sifətində gəl. Bu bəyaq sadaladığımız heyvanlardan olmadı. Sən insan sifətində gəlsin, özü sağ-salamat qəbr evinə çatdıra bilsin. Köhnə kişilərin sözü idi. Bircə sağ-salamat özümüzü qəbr evinə çatdıra bilsəydik. Yəni, aqibətimiz xeyirli olsaydı. Sən özünü insan şəklində gətir, bura çatdır. Ondan sonra biz sənə şəfaət verərik.